Ya da onları izah edirəm. Deməli uşaqlar, biz sizlə keçdik. Bundan qabaqçı dərsimizdə feilin şəkillərini. Feilin şəkillərində yadımıza salaq, feilin zaman şəkilçisi var idi. Hansı idi? D, 4 variant keçmiş zaman şəkilçisi. Yadınızdadır? Getdi, gəldi, gördü, tipli, keçmiş zaman feillərdə işlənən D4 variant şəkilçisi. Ondan sonra orada var idi mış4 variant. Bu da keçmiş zaman şəkilçisidir. Məsəl üçün o işlərin hamısını görmüşdür, dərslərini oxumuşdur. Deməli d ilə mış keçmiş zaman şəkilçisidir. Bunu bilirik. Bir də var idi sa feilin şərt şəklini yaradan şəkilçisi. O gəlsə, o yazsa, o görsə, yadımızdadır da təzə keçmişi. Deməli bunlar feilin şəkil şəkilçiləridir. Şəkilçiləridir. Bir də bunlara oxşayan bizim hissəciklərimiz var. Hansı hissəciklərimizdir? Hansı ki bunlara oxşuyur? İdi, qısaltması olur D4 variant. Sonra imiş, qısaltması olur mış4 variant. Bir də isə qısaltması olur sa2 variant. Qısaltmalarına baxsan görərsən ki, eynidirlər. Bizə feili verir. Bizə deyir ki, məsəl üçün, D keçmiş zaman şəkilçisidir, yoxsa idi hissəciyidir. D keçmişdi, yoxsa imişdi. D sasə feilin şəkilçisidir, yəni şəklin şəkilçisidir, yoxsa hissədir. Bunlar bir-birinə o qədər oxşuyurlar ki, amma fərqləndirməyin yolları var. Gəl fərqləndirməyin yollarına baxaq. Fərqləndirməyi bilmək üçün əvvəlcə bunlar hara qoşulur, onu əzbərləmək lazımdır. Feilin şəkilçiləri, yəni bu d ilə mış, bir də sa. Qoşula bilər, uşaqlar, yadımızda saxlayırıq. 1. Feilin kökünə qoşula bilir bunlar. 2. Feilin başlanğıc formasına, Başlanğıc forma nə idi? Sonuncu leksik şəkilçiyə qədər ki hissə. Feilin başlanğıc forması dedikdə, deməli, leksik şəkilçidən sonra qoşula bilərlər. Elə, leksik şəkilçidən sonra. Bir də bu şəkilçilər qoşula bilər. 3. Ma2 variant inkardan sonra qoşula bilər. İnkardan sonra. Deməli, ay uşaqlar, feilin kökündən, feilin başlanğıc formasından, yəni leksik şəkilçidən sonra və ma2 variant inkardan sonra qoşulanlar feilin şəkilçiləri olacaq. Yəni d keçmiş, mış keçmiş, sa da şəklin şəkilçiləri olacaqdır. Əgər bunlar feilin kökündən, başlanğıc formasından və ma inkardan sonra gəlibsə, nümunə deyəcəm. Əgər bir feil yox, digər nitq hissələrində bu hissəcikləri görürüksə, digər nitq hissələrinə artırılıbsa, digər nitq hissələrinə artırılıbsa, yəni feilə yox, məsəl üçün ismə, məsəl üçün sifətə, məsəl üçün əvəzliyə artırılıbsa, deyirsən ki, dünən sizə gələn mən idim. Bu feilin keçmiş zaman olası deyil ki, mən əvəzlikdə nə gəzir keçmiş zaman şəkilçisi? Onu deyirsən hissəcikdir. Və yaxud da deyirsən ki, onun yazıları çox gözəl idi, səliqəli idi. Səliqəli bir sifətdir. Səliqəli sifətində feilin zaman şəkilçisi nə gəzir? Onu deyirsən hissəcikdir. Aydındır. Yəni, digər nitq hissələrinə artırılıbsa hissəcikdir. Bir də qrammatik şəkilçisidən sonra gəlibsə hissəcikdir. Qrammatik şəkilçidən sonra gəlibsə hissəcikdir. Qutardı getdi. Qoşulduğu yerlərcə öyrənirik. Ondan sonra çox asan fərqləndirəcəksiniz. Keçmiş zamandır, şərt şəklidir, yoxsa hissəciklərdir. Məsəl üçün, gəl nümunələr yazaq. Ürəyin necə nümunə istəyir yazaq. Məsəl üçün, deyirəm ki, bugün axşam bizə gəlmişdinsə, bugün axşam bizə gəlmişdinsə, gərək xəbər eləyərdim. İndi bu feildə aşkar eləmək lazımdır ki, mış zaman şəkilçisidir, yoxsa hissəcikdir. Di zaman şəkilçisidir, yoxsa hissəcikdir. Necə edirik? Birinci kök və şəkilçiyə ayırıq. Gəl, miş, di, n, sə. Gördün? İndi gəl bir baxaq. Bax, bu mış nəyə qoşulub?
kökə. Düzdür? Mış qoşulub kökə. Feilin kökünə qoşulan hansıdır? Zaman şəkilçisi. Deməli, bu keçmiş zamanı şəkilçisidir. Bax, bu birinci miş, keçmiş zaman şəkilçisidir. Niyə? Çünki kökə qoşulubdur. Hissəcik kökə qoşula bilmir. Ondan sonra baxırıq diyə. Bu di nəyə qoşulubdur? Özündən sonra nə gəlir? Qrammatik şəkilçi. Qrammatik şəkilçiyə nə qoşulur? Hissəcik. Deməli, bu di nədir? İdi. N-nı hamımız tanıyırıq, şəxsdir. Düzdür? Sə, feilin şərt şəklidir, yoxsa isə hissəciyidir. Nəyə qoşulub? Qrammatik şəkilçiyə. Qrammatik şəkilçi yolunda nə olur? Hissəcik. Deməli, bu nədir? İsədir. Birində yazaq. Deyirəm ki, bunları yaxşı oxu, məsəl üçün, oxudunuzsa, belə bir şey, oxudunuzsa. Bax, sözü kökə şəkilçiyə ayıraq əvvəlcə. Oxudu, oxudunuzsa. Düzdür? Bunu müəyyənləşdirmək lazımdır ki, feilin şərt şəklidirmi, yoxsa hissəcikdirmi? Bunu müəyyənləşdirmək lazımdır. Feilin keçmiş zamanıdırmı, yoxsa hissəcikdir? Sizin fikrinizcə, bu keçmiş zamandır, yoxsa idi hissəciyidir? Kökə qoşulubdur. Kökə qoşulubsa, keçmiş zamandır. Bu nəyə qoşulub? Qrammatik şəkilçi. Deməli, bu da isə hissəciyidir. Qutardı, getdi. Bundan ibarətdir. Necə birində yazaq? Deyirəm ki, mən əgər yaxşı oxuyurdumsa, Yəni gəl buna baxaq. Oxuyurdumsa. İndi baxaq. Burada bunu müəyyənləşdirmək lazımdır ki, keçmiş zamandır, yoxsa idi hissəciyidir. Bir də bunu müəyyənləşdirmək lazımdır. Bax, bu d nəyə artırılıb? Qrammatik şəkilçi. Deməli, ididir. Zaman ola bilməz. Bu nəyə artırılıb? Bu da qrammatik şəkilçiyə artırılıb. Deməli, bu da isə hissəciyidir. Qutardı, getdi. Deyirəm ki, o söz vermək feili. O söz verdisə, eləyəcək. Baxaq. Bax, burada verdisə. D-di nədir? Kökə qoşulubsa, keçmiş zaman şəkilçi. Düzdür? Bu keçmiş zamandır. Burada sənədir? İsədir. Çünki niyə? Qrammatika qoşulubdur. Özündən qabaqda gələnə baxırıq da. Özündən qabaqda gələn onun qoşulduğu yerdir. Və yaxud da deyirəm ki, bu qablar bugün yudurdulsa, nə bilim, aparıb yer qaytararıq. Yudurd, sa. İndi burada sa feilin şərt şəklidir, yoxsa isə hissəciyidir. Qoşulduğu yerə baxırsan. Qoşulduğu yerə baxırıq ki, leksik şəkilçidir. Leksik şəkilçiyə qoşulubsa, deməli, feilin sa səsi, yəni şərt şəklidir. Çatdı, hissəcik deyil. Və yaxud da başqa nitq hissələrində. Deyirəm ki, sən belə əlaçıydınsa, niyə 4 alırdın? Əlaçı feil deyil də. Feildən başqa nitq hissəsinə qoşulubdursa, bunlar 100% hissəciklərdir. Çünki feilin şəkilçisi nə gəzir isimdə? Aydındır. Bu feilin keçmiş zamanı ola bilər, ola bilməz. Çünki isimdir bunun kökü və başlanğıc forması. Əlaçı isimdir, düzdür? Əlaçı şagird mənasındadır. İsimdə feilin zaman şəkli nə gəzir? Deməli, ola bilməz də. Bu mütləq hissəcik olmalıdır. Başa düşdük. Və yaxud da deyirəm ki, belə gözəllikdənsə, heç olmasa yaxşı idi. Belə gözəllikdənsə. Heç burada fikirləşməyə ehtiyac yoxdur. Gözəllik isimdir, düzdür? Buradakı isə feilin şərt şəkli ola bilməz. Çünki feilin şərt şəkli ancaq feili artırılır. Bu isimcə deməli hissəcikdir. Çatdı? Başqa nə deyə bilər ya uşaqlar? Bir-iki dənə də feil deyim, məsəl üçün. Deyirəm ki, çox yemişdik. Çox yemişiksə. Burada sasə nədir? Hüseyin. Çox yemişiksə. Yemişiksə hissəcik. Aysa, isə hissəcikdir. Abil deyir. Abil deyir ki, deyirəm ki,
Əkin sahələri bugün suvarılsa iş azalar. Suvar, suvar, sa. Burada sa hissəcikdir, yoxsa feilin şərt şəkli dabil. Baxdana qoşulduğu yerə baxmasan bilmərsən. Deyəsən hissəcikdir. Səhv bilirsən. Deyəsən hissəcik deyil. Feilin şərt şəklidir. Niyə? Çünki başlanğıc formaya qoşulub ya da leksik şəkilçiyə qoşulubdur. Ailə deyir ki, bugün bağça suvarılmışdısa, niyə belə qurudur? Suvarılmışdısa. Burada d nədir, sa nədir? Mış nədir hətta? Çün nə deyirsən? Mənim mış. Mən mış elə bil Bax, nəyə qoşulur? Leksikə. Leksikə. Deməli, keçmiş zamandır. D nədir? mən qrammatika qoşulub hissəcikdir. Əsas bu hissəcikdir. O bir də hissəcik. O da bir hissəcik. Ümumiyyətcə sözdə bir dənə zaman şəkilçisi olar. Birinci hansı qoşuldusa odur zaman şəkilçisi. Və burada mış əvvəlcə qoşulubdur da. Deməli bu keçmiş zamandır. Zeynəb, sən mənə deyirsən ki, o oyunda yaxşı oynayırmışdısa olmur. Yaxşı oynayırmışdınsa olmur. Yaxşı oynayırmışsınızsa. Sözü kökü oynayırmışsınızsa. Sən mənə deyirsən, nə şəkilçisidir? Hamısı hissəcikdir. Düz deyir, hamısı hissəcikdir. Bəs nə şəkilçisidir? Həm zaman. Ay, sağ ol, zaman. İndiki zaman şəkilçisidir. Deməli, bu feil indiki zamandadır. Çünki birinci qoşulubdur. Mış hissəcik, sa da hissəcik. Doğru getdik. Təkrar edirəm dərsi. Deməli, Ayşəqlar, bizim bir-birinə oxşayan, Allaha şükür, niyə belə balacalanmır? Bizim bir-birinə oxşayan nəylərimiz var? Şəkilçilərimiz və hissəciklərimiz var. Bizim feilin şəkil şəkilçilərindən keçmiş zaman şəkilçisi olan d ilə mış şəkilçilərimiz var. Keçmiş zaman şəkilçilərimiz idi. Bir də sa feilin şəş şəkli var da. Feilin şəş şəkli var. Bunlara oxşayan şeylər də idi, imiş, isədir. Necə müəyyənləşdirdik? Qoşulduğu yerlə. Deməli, feilin kökünə, başlanğıc formasına, yəni leksik şəkilçisindən sonraya və ma inkardan sonra gələn feilin şəkilçiləridir. Amma digər nitq hissələrinə artırılıbsa və qrammatik şəkilçisindən sonra gəlirsə, bu zaman hissəcikdir. İnkar şəkilçisindən sonra demədik axı. Gəl onu da deyək. İnkar şəkilçisindən sonra deyək. Məsəl üçün deyirəm ki, yazılmamışdınsa dərnəyə də gəlmə. Sən bundan əvvəl yazılmamışdınsa dərnəyə də gəlmə. Sözün kökü yaz. Yazılmamışdınsa. İndi qulaq as. Deyə görün, burada bütün şəkilçilər mənə sayın. Ma nədir? Mış nədir? D nədir? N nədir? Sa nədir? Gözləyirəm. Mənim mış hissəcikdir. Ma'dan başla. Ma, inkar. İnkar. Mış, Hissəcik. hissəcik deyil. Hissəcik Çünki dedim, ma inkardan sonra gələn zamandır. Bu zamandır. D nədir? İndi hissəcik olacaq. İdidir. Bu da İdi hissəcikdir. Sağ sər də N hissəcik. nədir? Şəxs şəkilçisidir. Sa nədir? Bu da hissədir. Dardı, getdi. Bu biraz çox olur. Bu sənin dərsin. Sonra gəldik inkara. Biz inkar keçmişdik. Keçməmişik, amma bəlcə bilirsiniz. Feil icra olunması var. Feilin icrası var, icra olunan iş var. Bir də icra olunmayan iş var. Məsəl üçün, oxudum, oxumadım. Getdim, getmədim. Gedəsiyəm, gedəsi deyiləm. Bir təsdiqdə olan feillərimiz var. Hansı ki, işin icrası ya olub, ya olacaq və yaxud olur. Bir də inkarı olan feillərimiz var. İş olmayıb, olmur, olmayacaq mənası daşıyan. Deməli, bizim inkar feillərimiz iki cür düzəlir. İnkar feillər. Biri şəkilçi, biri də hissəcik vasitəsindən. Biri ma şəkilçisindən düzəldə bilərsən, bir işin olmayacağını, inkar mənasını. Ma variant inkar şəkilçisindən düzəldə bilərsən, Hüseyin. Bir də düzəldə bilərsən, deyil hissəciyi ilə düzəldə bilərsən. Məsəl üçün, deyirəm ki, qoy mən gedim. Qoy mən getməyim. Bu əmrdir.
Düzdür? Bu əmrdir. Hərəsində bir də nümunə yazacağam. Gedim, getməyim. Gedim təsdiqdədir, getməyim inkardadır. Deməli, ma iki variantla deyil hissəciyi olanlar olacaq inkar, olmayanlar olacaq təsdiq. Düzdür? Gəl xəbərə yazaq. Deyirəm ki, gedirsiniz, bu təsdiqdədir. Çünki nə ma var, nə də deyil var. Bir də deyirəm, getmirsiniz. Burada mamə nəyini itiribdir? Saitini itiribdir. Niyə? Özündən sonra saitlə başlayan şəkilçi gəldiyinə görə. Belə olacaq. Get, m təkcə, irsiniz. Bu nədir? Xəbər şəklində. Düzdür? Sonra gələk şərtə. Deyirəm ki, o, buradan getsə, bu təsdiqlədir. Niyə? Çünki mamə inkarı yoxdur. Bir də deyirəm, o, buradan getməsə. Bu inkardır. Niyə? Çünki inkar şəkilçisi mamə var. Düzdür? Gəl indi deyək, məsəl üçün vacibdə. Mən buradan getməliyəm. Mən buradan getməməliyəm. Qalmalıyam. Getməməliyəm. Burada inkar şəkilçisi var. Getməməliyəm. Bu malı bir yerdədir, bu da inkardır. Bir də bunu ikinci cürdə deyə bilərsən. Mən getməli deyiləm. Ay sağ ol. Mən getməli deyiləm. Deməli, vacibin inkarını neçə yolla düzəltmək mümkündür? 2 yolla. Amma bunları yalnız mamə inkarına. Və yaxud da indi gəl lazıma baxaq. Mən gedəsiyəm. Mən indi günorta gedəsiyəm. İnkar necə düzəlir? Getməyəsiyəm. Gedəsi, ay sağ ol. Gedəsi deyiləm. Getməyəsiyəm olmur. Deməli, mamə inkarla lazım işlənmir. Axırıncı hansı qaldı? Biri qaldı. Arzu. Tək ki, mən buradan gedəm. Tək ki, mən buradan gütməyəm. Deməli, mən sizə desəm ki, feilin inkarını düzəltmək üçün nələrdən istifadə olunur? Mənə nə deyəsiniz? Deyiləm və mamə inkar şəkilçisindən və deyil hissəciyindən istifadə olunur. Mən sizə sual versəm ki, hansı şəkildə olan feillərin inkarını deyil hissəciyindən düzəldə bilərsiniz? Mən lazım. Burada yazıram əmr, buraya yazıram xəbər, buraya yazıram şərt, buraya yazıram vacib, buraya yazıram lazım, buraya yazıram arzu. Neçə dənə feilimizin şəkli nə ilə düzəlir? Deyillə. Neçəsindən ki düzəldi? İkisi vaciblə, lazımı ki deyillə düzələ bilər. Bəs neçə dənə şəklimizin inkarı yalnız deyillə düzəlir? Yalnız deyillə düzəlir. Bir dənəsinin, bəli, lazımın ki yalnız deyillə düzəlir. 2 dənəsi deyillə düzələ bilər. Yalnız deyillə düzələn lazımdır. Aydındır? Deyil istifadə olunur vaciblə, lazımda. Hansının inkarı 2 yolun ikisindən də düzəlir. Vacibdə. Deməli, hamısı, bütün 6 dənə şəklimiz, 5 dənəsi bir yolla düzəlir. Bir dənə vacib 2 yolla düzələ bilər və deyil istifadə olunanlar, inkar feil əmələ gətirənlər lazımla vacibdir. Yalnız deyil istifadə olunanlar, o da lazım şəklində olan feillərimiz. Bu da sənin inkarın. Vardı, getdi.